Ermənistanın əskərləri təhqiramiz bir formada Azərbaycanla şərti sərhədlər boyunca çox əxlaqsız hərəkətlərlə, söyüşlərlə, təhqirlərlə Azərbaycanın ünvanına fikirlər söyləyiblər. Çox əxlaqsız, amoral hərəkətlər göstəriblər. Əlbəttə, döyüş səhnəsində Azərbaycan əskərinin qarşısında tir-tir titrəyən erməni zinvoru bundan başqa heç bir şeyə qadir deyil. Amma eybəcər hərəkətlər etmək, əxlaqsızlıq etmək, soyunub Azərbaycanın ünvanına nalayıq sözlər səsləndirmək əlbəttə ki, ermənilərin ən yüksək səviyyədə bacara biləcəyi hərəkətlərdir. İstəyirlər ki, bizi təxribata çəkələr. İstəyirlər ki, biz onların bu əxlaqsız hərəkətlərinə qarşı hansısa hərbi əməliyyatlar həyata keçirdək. Amma bizim əsəblərimiz şükürlər olsun yerindədir. Bizim əskərlərimiz və zabitlərimiz bu erməni tərbiyəsizlərinə heç bir reaksiya vermədilər. Baxdılar, onların hərəkətləri ancaq təəssüf doğurur. Əlbəttə, Ermənistandan başqa heç bir şey gözləmək mümkün deyil. Biz düşünmürük ki, Xoren vazgen nə zamansa gerçək döyüşçüyə, gerçək hərbiçiyə çevriləcəkdir. Qətiyyən bizim içimizdə bu cür düşünənlər yoxdur. Biz bilirik ki, ermənilər kiminsə qucağında oturub mütləq bu cür əxlaqsız işlərlə məşğul olublar və olacaqlar. İndiyə qədər də bununla məşğul olublar, indən sonra da bununla məşğul olacaqlar. Söyüş söymək, təhqir etmək, Azərbaycanın ünvanına nalayıq sözlər söyləmək əlbəttə nə cəsarət istəmir, nə qeyrət istəmir. Üstəlik də erməni uzaqdan ulaya bilər Azərbaycanın ünvanına. Amma nə zaman Azərbaycan əskəri, Azərbaycan ordusu görsə ki, ermənilər hədlərini aşırlar, dərhal döyüş meydanında bir neçə dəqiqənin və ya saatın içərisində onlara tarixi dərs verməyə hazırdır. Necə ki, 200 illik separatizmin kökünü Azərbaycan ordusu 23 saata kəsdi. Necə ki, 200 illik işğala Azərbaycan ordusu 44 günə son qoydu. İndi də bizim əskər və zabitlərimizdən ancaq təmkin, ancaq göstərdikləri kimi bir davranışı biz gözləyirik. Eşq olsun bizim ordumuza, bizim əskərlərimizə, bizim zabitlərimizə ki, erməni əxlaqsızlarının hərəkətinə onların etdiklərinə, onlar etdikləri kimi cavab vermirlər. Çünki bu Azərbaycanın ordusudur. Azərbaycan ordusu pələklərdən, şiirlərdən ibarətdir. Azərbaycan ordusunda soyunub kimisə qarşısında artistlik edən insan olmayıb, yoxdur, olması da mümkün deyil. Çünki bizə Allah Teala döyüşkən bir ruh verib, cigər veribdir. Ona görə də ermənilərdən bu əcaib hərəkətləri əlbəttə görəndə biz qəti şəkildə təəccüblənmirik. Erməninin layiq olduğu məhz o hərəkətlərdir ki, onu göstərirlər.